Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Dünya televiziyasına baxırsınız, efirdə DTV aktualdır. Böyük məmnuniyyətlə bugünkü proqramımızın qonağını sizə təqdim edirəm. Qonağımız Milli Məclisin deputatı, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir müəllim Rzayevdir. Tahir müəllim, xoş gördük sizi. Xoş gördük. Təşəkkür edirəm ki, bu əlamətdar günlərdə bizimlə birgəsiz. Çox sağ olun və sizi salamlayırıq. Eyni zamanda da sizdən icazə istəyirik ki, bugünkü proqramımızın söhbətinə başlayaq. Buyurun. Tahir müəllim, 8 noyabr tarixi. Gəlin bu tarixin, zəfər tarixinin tarixçəsinə nəzər salaq. Buyurun. Zəfər tarixi Azərbaycan xalqının həyatına, mənəviyyatına, tarixinə qızıl hərflərlə yazılıb və heç bir vaxt unudula bilməz. Çünki keçdiyimiz o yol, o çətin döyüş səhnələri, qazandığımız qələbə Azərbaycan xalqının cəsarətini, müdrikliyini, torpağa məhəbbətini, birliyini, həm də ordumuzun gücünü, ilk növbədə Azərbaycan prezidentinin qətiyyətini, torpağa, vətənə sədaqətini ortaya qoydu və bu dünya üçün bir nümunə oldu. 44 günlük müharibənin nəinki hər günü, hər anı bir tarixdir. Bir unudulmaz səhifədir. Çünki həmin anlar, həmin saatlar, həmin günlər uğrunda səfərə gedən o yolda biz oğullar verdik. Bəli, Allah şəhidlərimizi rəhmət eləsin. Qan töküldü, şəhərlər, kətlər dağıdıldı və nəhayət ki, biz tarixi bir qələbəni əldə etdik. Allah şəhidlərimizə rəhmət eləsin. Onların çox böyük məharəti, o qazilərimizin hünəri nəticəsində Azərbaycan xalqı yeni bir tarix yazdı. O tarix ki, uzun illər insanlar onun həsrətində idi, həmin günü gözləyirdilər. Çünki 30 ildən çox torpaqlarımız düşmən tapdağı altında qalmışdı. Minlərlə kəndimiz, şəhərimiz viran edilmişdi. Torpaqlarımız dağıdılmışdı, çaylarımız zəhərlənmişdi, meşələrimiz qırılmışdı, tarixi, dini, abidələrimiz yer üzündə silinmişdi və Azərbaycan xalqı bunun ağrısını, acısını hər an qəlbində hiss eləyirdi. Və sözsüz ki, dövlətimizin rəhbəri də özünün bütün fəaliyyətini məhz Qarabağ məsələsinin həll edilməsinə yönəltmişdi. Çox təəssüflər olsun ki, o illərdə heç bir beynəlxalq təşkilat, eləcə də ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumlar, dövlətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləmədilər. Bir neçə dövlətdən savayı Türkiyə, Pakistan, İsrail və digər qardaş dövlətlər sözsüz ki, öz sözlərini müəyyən mənada deyirdilər və BMT Təhlükəsizlik Şurasının o qətnamələri yeri gəldikcə xatırladılırdı. Beynəlxalq təşkilatların müəyyən qərarları, qətnamələri var idi. O gündəmə gətirildi. Ancaq bunun hamısı kağız üzərində qalırdı. Azərbaycan prezidenti də elə bir beynəlxalq tribuna olmurdu ki, orada Azərbaycan həqiqətlərini yaymamış olsun, deməmiş olsun, xatırlatmamış olsun. Ancaq bu öz nəticəsini göstərmirdi. Çünki Ermənistanı, təcavüzkarları müdafiə edən qüvvələr var idi.
onların arxasında duran ölkələr var idi və bu ölkələr heç vaxt Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərpa olunmasını istəmirdilər. Həm də münaqişənin aradan qaldırılması onlara xeyir gətirmirdi. Çünki onların özlərinin mövqeyi var idi. Azərbaycan torpaqlarında, Azərbaycanın yeraltı, yerüstü sərvətlərində gözləri var idi. İstəyirdilər bu münaqişə uzun illər davam eləsin və onlar öz çirkin məqsədlərinin həyata keçirsinlər. Və Azərbaycan prezidenti, Ali Başkomandan dəfələrlə xatırladırdı ki, biz torpaqlarımızı mütləq düşməndən azad eləyəcəyik. Ancaq bizim üçün sülh daha önəmlidir. Biz insan tələfatı istəmirik, biz müharibə istəmirik. Yenidən şəhərlərin, kəndlərin viran olunması tərəfdarı deyilik. Bu uzun illər xatırladıldı. Cənab Prezident 2003-cü ildə prezident seçildiyi ilk gündən sülhün tərəfində olduğunu bəyan eləmişdi və bu gün də həmin bəyanat öz qüvvəsində qalır. Və bu gün də ölkə rəhbəri ən mötəbər tribunalardan səsləndirir ki, biz sülhün tərəfdarıyıq. Bax, son keçirilən görüşləri siz xatırlayın. BMT Baş Assambleyası 80-ci sessiyası, Türk dövlətlərinin o sammiti, Qəbələdə keçirilən Türk dövlətlərinin sammiti var. Digər beynəlxalq tədbirlər var ki, Cənab Prezident həmin tədbirlərdə sülh, demokratiya, azadlıq mövzusun daimi gündəmə gətirir və Azərbaycanın beynəlxalq normalara sadiq olduğunu nümayiş etdirirdi. Ancaq çox təəssüflər olsun ki, erməni rəhbərliyi, o təcavüzkar qüvvələr buna mahal qoymadılar o dövrdə. Eləcə də Ermənistanı müdafiə edən, onları silahlandıran ölkələr daha da bu müharibəni, bu münaqişəni qızıştırmağa çalışdılar. Başqa yol yox idi. Ölkə rəhbəri hərb yolunu seçdi, əmr verdi və 27 sentyabrdan başlanan o döyüş yolu nəhayət bizi zəfərə gətirib çatdırdı. Ona görə də bu zəfər bizim tariximizə yenə deyirəm, elə bir səhifə bəxş eləyib ki, bu səhifə nəinki illərlə, 10 illərlə, 100 illərlə, əsrlərlə xatırlanacaq. Biz uzun illər, əsrlərlə torpaq itirə gəlmişdik. Ancaq ölkə rəhbərinin, xalqın, ordunun birliyi, şücaəti nəticəsində biz əsrlərlə verdiyimiz torpaqları geri qaytara bildik. Bəli, tamamilə doğrudur. Ölkənin tam suverenliyinə nail olduq. Bu böyük bir xoşbəxtlikdir. Və Azərbaycan xalqı da bu xoşbəxtliyi hiss eləyir və bunu qiymətləndirir. Ona görə də zəfər günə gedən yol, o yolda əldə olunan hər bir qələbə Azərbaycan xalqının bir qururudur. Bir mənəvi dünyasıdır. Bax, indi artıq bizim zəfər günün biz qeyd edirik, yüksək səviyyədə qeyd edirik biz. Hər il qeyd ediləcəyik. Elə bilirəm ki, bu tədbirlər illər keçdikcə bir-birindən daha çox əlamətlər olacaq. Çünki biz bu günləri yaşamışıq, ağırlarını görmüşük. Gələcək nəsillər oxuduqca, öyrəndikcə, o qəhrəman oğullarımızın, qızlarımızın, o xalqın mətanətini gördükcə, dözümlüyünü gördükcə yeni əsərlər yazacaqlar, yeni kinolar çəkiləcəklər, yeni dastanlar yaradılacaq bu qələbənin ünvanına. Ona görə də 8 noyabr heç vaxt unutulan deyil. Çünki bu qan bahasına, can bahasına, hünər bahasına, siyasət bahasına qazanılan bir qələbədir. Tamamilə doğru söylüyorsunuz. Tahir müəllim, biz 8 noyabr tarixindən danışırıq, zəfər tariximizdən danışırıq. Bu 44 günlük müharibə ilə, sonu zəfərlə bitən müharibə ilə
biz dünyaya hansı mesajı verdik, dünyaya nəyi sübut etdik və dünyanın Azərbaycana olan münasibəti? Bilirsiniz, biz dünya sübut elədik ki, Biz birik. zülm, zillət yerdə qalmır. Haqq, ədalət qalibdir. Ola bilər ki, 90-cı illərdə Azərbaycan iqtisadi cəhətdən gücsüz idi. Azərbaycanda dövlət hakimiyyəti zəif idi. O vaxtı tez-tez hakimiyyət dəyişiklikləri oldu. Torpaqlar əldən gedirdi. Ayrı-ayrı siyasi partiyalar torpaq uğrunda yox, öz mənafeləri uğrunda meydan atılmışdılar. Ancaq Ulu Öndər hakimiyyətə gəldi. Hakimiyyətə gələndən sonra Azərbaycanda artıq ictimai-siyasi sabitlik bərpa olundu. Ordu quruculuğuna böyük önəm verildi. İqtisadi göstəriciləri artdı və bunun üzərində də xalq yenidən ruhlandı. Xalqın inamı özünə qaytarıldı. Biz dünya sübut elədik ki, Azərbaycan xalqı mübariz xalqdır. Torpaqlarını azad eləməyə qadirdir. Həm də dünya ən başlıcası sübut olundu, Azərbaycan xalqı sevər xalqdır. Bəli. Mədəni xalqdır. Qan axıtmaq, ev yıxmaq, torpaq zəbt eləmək fikrində deyil. Azərbaycan xalqı istəyir ki, dünya xalqları bir ailə kimi yaşasınlar. Qonşuluq münasibətləri yarandırsın. İqtisadi, siyasi əməkdaşlıq bərpa olunsun. Və bu nəinki xalqın timsalında, ölkə rəhbərinin timsalında aydın görünür. Və dünya gördü ki, Azərbaycan xalqı güclü iqtisadiyyata, orduya, birliyə malik olmasına baxmayaraq ilk anlarda müharibə istəmirdi. Bilirdi ki, müharibədə qalib gələcək, erməni faşistlərinin başı əziləcək, onlar torpaqlardan çıxarılacaq. Ancaq dəfələrlə ölkə rəhbəri bəyan edirdi ki, biz müharibə istəmirik. Azərbaycan xalqı göstərdi ki, sülhsevər xalqdır. Azərbaycan xalqı göstərdi ki, o yeri gələndə qan töküb, can verib torpaqlarını ala bilər. Ancaq müharibənin, tələfatın tərəfdarı deyil. Və Azərbaycan xalqı həm də dünya sübut elədi ki, mütləq harada münaqişə var, o sülh yolu ilə həll olunmalıdır. Biz indi bunun nəticələrini görürük. Görürsünüz mü? Artıq Ermənistan təcavüzkarlarının başı əzildi, onlar torpaqlardan çıxarıldı və çıxarılan an yenə də Cənab Prezident özünün humanistliyin, vətənpərvərliyin, sülhsevərliyin qarşıya qoydu və bildirdi ki, gəlin sülh danışıqlarına gedək. Düzdür, müəyyən maneələr oldu, yaradıldı. Ancaq indi çox şükürlər olsun ki, son dövrlərdə artıq Ermənistan rəhbərliyi də, Ermənistanda olan o sağlam qüvvələr də bilir ki, müharibə Ermənistana fayda verməyib və verməyəcək. Yenə revanşistlər orada qalmaq istəyirlər, yenə də sərsəm bəyanatlar səsləndirirlər, yenə də nəyəsə nail olmaq istəyirlər, ancaq bu mümkün deyil. Artıq erməni cəmiyyəti dərk edir ki, Azərbaycanla Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq lazımdır. Yollar açılmalıdır, insanlar bir-birinə yaxın getməlidir. Görürsünüz bu söz danışıqları. Artıq Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf eləyir ki, Türkiyəsiz, Azərbaycansız biz irəli gedə bilməyəcəyik. Bu yollar açılmadan, iqtisadi münasibətlər, siyasi münasibətlər nizama salınmadan heç vaxt Ermənistan inkişaf eləyə bilməyəcək. Ona görə də əvvəllər haradasa bir himayədar axtarırdılar, haradasa bir digər ölkələri o danışıqlara qoşmaq istəyirdilər. Ancaq son danışıqları gördünüz mü? Vaşinqton danışıqlarından sonra artıq iki ölkə rəhbəri müəyyən qaydada öz məsələlərini özləri həll etməyə nail olduqlarını və buna qadir olduqlarını ortaya qoyublar. Bu yaxınlarda bizim qeyri-hökumət təşkilatlarının nümayəndələri Ermənistanın paytaxtında oldular. Orada danışıqlar getdi. Bu, vətəndaş cəmiyyətlərinin bir təşəbbüsü idi. Qəbul elədilər. Və sözsüz ki, bu danışıqlar davam eləyir.
və ağıllı insan, xalqını, torpağını sevən insan dərk eləməlidir ki, müharibə faydalı deyil. Və bu müharibə ilə, bu qələbə ilə biz də dünya nümayiş etdirdik ki, və cənab prezident göstərdi ki, müharibələrdən əl çəkin. Müharibə fayda vermir. Danışıqlara gəlin, stol arxasında oturun. Xalqları, millətləri, ölkələri xoşbəxt, inkişaf edən görmək istəyirsinizsə, mütləq fikir mübadilələri aparın. Ortaya problemləri qoyun, onun aradan qaldırılması üçün təşəbbüs göstərin, danışıqlara gedin. Bunu dünya göstərdi və bu bir humanist addımdır, bu bəşəri bir dəyərdir. Çünki bəşəriyyətin talihi bugün sınaqlardadır. Siz onu görürsünüz, müharibələr gedir dünyada. Bu müharibələr kimə fayda verir? Bax, Fələstin, İsrail arasında 3 ildir müharibə getdi. Bax, nə qədər dövlətlərə ziyan dəydi, nə qədər ölkələr bu müharibəni dayandırmağa çalışdılar. O qırılan insanlar, o dağılan şəhərlər, o kətlər, o körpələr, o gözyaşlı analar indi sülhü görüb, danışıqları görüb sevinirlər. Bunun axırı budur. Müharibələr var, illərlə davam edib. Yenə də sonu sülhlə, danışıqlarla nəticələnib və cənab prezident bunu görürdü, əvvəldən görürdü və əvvəldən bildirirdi ki, biz torpaqlarımızı azad eləyəcəyik. Ancaq gəlin əvvəldən oturaq stol arxasında, biz beynəlxalq normaları qarşımıza qoyaq, ölkələrin sərhədlərini biz qarşımıza qoyaq, biz danışıqlara gedək, müharibə olmasın. Ancaq yenə də deyirəm, Ermənistan rəhbərliyi, orada olan o şovinist qüvvələr, eləcə də o təcavüzə dəstək verən hayvadarlar bunu qoymadılar və qoymadılar 44 günlük müharibə, 23 saatlı o antiterror tədbirləri göstərdi ki, Azərbaycan xalqı tarixən mübariz xalq olub, mübarizə olub, bəli. Qətiyyətli olub. Azərbaycan insanı öz torpağını, öz ocağını, öz yurdunu sevir və istənilən anda onun uğrunda canını qurban verməyə hazırdır. Və bugün biz şəhidlərimizin o keçdiyi yola nəzər salırıq. Və onlar müharibəyə, o qana qadıya, mahnı oxuya-oxuya gedirdilər. Gülə-gülə gedirdilər. Sevinə-sevinə gedirdilər. O dövrün günlərini biz gözümüzün önünə gətirəndə bugün elə yüksək mənəvi hisslər keçiririk ki, hamı istəyirdi ki, avtobuslara yığışıb müharibəyə getsin. Çünki bizi belə tərbiyə çağırış etdilər. məntəqələrinə gəlirdi ki, biz gedirdik. Bəzən deyirdilər ki, hələ ki gözləyin, hələ ki baxın. Bəli. Ana öz oğlunu əlindən tutub müharibəyə yola salırdı, gülə-gülə yola salırdı. Və verdiyi öyüd, nəsihət nə olurdu? Oğlum, get torpağını azad elə. Bəli. Torpaqsız geri qayıtma, qələbəsiz geri qayıtma. Bax, budur inam. Bu tərbiyə olunmuşdu, Könül xanım. Bəli, bu tərbiyədən irəli gəlirdi. Bəli, bu tərbiyə olan olunmuşdu. sevgidən irəli gəlirdi. Azərbaycana olan sevgidən irəli gəlirdi və cənab prezidentin apardığı siyasətin nəticəsi idi. O gənclər siyasətinin nəticəsi idi ki, Bəli. o gənclər, Qarabağı görməyən gənclər Qarabağ uğrunda savaşa qalxdılar. Tahir müəllim, bizə ayrılan efir vaxtı sona çatır, amma istərdim bir sual da verim sizə. 5 il bundan öncə bunlar baş verdi. Baxmayaraq 5 il biz geridə qoyduq, amma 5 ildə də çox hadisələr oldu, bir çox işlər görüldü. Siz söylədiniz, ölkələr var ki, illərlə müharibə aparır. Biz 44 gündə əsrlərdən qalmış problemləri həll etdik. Cənab prezidentin apardığı siyasət, bu 5 ildə görülən işlər. Buyurun. Bilirsinizmi, o 44 günlük müharibənin əsası cənab prezident hakimiyyətə gələndən sonra hazırlanmışdı, pillə-pillə hazırlanmışdı. O xəritə çəkilmişdi. O ordu quruculuğuna, səfərbərliyə, ölkənin iqtisadi qüdrətinin artırılmasına diqqət yetirilmişdi və bütün bunlar qələbəyə səbəb oldu. Bəli. Və keçən 5 ilin biz
yollarına nəzər salaq, indi o dağılan, viran edilən kəndlər artıq Gülüstana çevrilir, ölkə rəhbərinin dediyi kimi. Artıq orada çox möhtəşəm işlər gedir. 23 milyard manat dövlət vəsaiti artıq həmin torpaqların bərpasına, həmin kəndlərin, şəhərlərin yenidən qurulmasına sərf olunub. Artıq indi xarici ölkə rəhbərləri, böyük siyasətçilər, ictimai siyasi qadimlər, jurnalistlər həmin yerlərə səfər edirlər, gözlərinə inanmırlar. Beynəlxalq tədbirlər keçirilir, samitlər keçirilir. Bu dağıdılan, bu kətlər, şəhərlər, bu ellər, obalar 5 ilin içində necə belə bərpa oluna bilər? Bu yollar necə çəkilə bilər? Bu məktəblər, bu xəstəxanalar, bu ictimai binalar necə tikilə bilər? Və artıq insanlar həmin yerlərə qayıdırlar. Füzulidə, Cəbrayıldə, Zəngilanda, Laçında bugün həyat qaynayır və hər gün biz televiziyadan görürük ki, yüzlərlə ailə öz ata-baba yurtlarına köçürülür. Çox möhtəşəm işlər gedir burada. Şuşa, Xankəndi, bəli. Bu 5 ilin nəticəsidir. Bu həm də dünya bir mesajdır. Mesajdır ki, Azərbaycan iqtisadiyyatı davamlıdır, dayanıqlıdır və Azərbaycan dövləti istənilən uğura imza ata bilər. Ona görə də Azərbaycanla bugün dünya dövlətləri əməkdaşlığa çox böyük önəm verirlər. Bunun son görüşlərdə də biz gördük ki, hamı istəyir Azərbaycana gəlsin, Azərbaycana sərmayə qoysun, amma Azərbaycana nəsə bir iş görsün və dünya da, Azərbaycan da dünya bir açıq qapıdır. Bəli. Və bu 5 ildə müharibədən sonra görülən işlər həm də bir qələbədir, bir bərpa, bir quruculuq uğrunda gedən bir qələbə nümunəsidir. İnam nümunəsidir ki, bax, Azərbaycan xalqı döyüşdüyü kimi, vuruşduğu kimi, qalib gəldiyi kimi, həm də qrup yaratmağı, tikməyi, o əraziləri gözəlləşdirməyi bacarır. Bəli, tamamilə doğrudur. Mən sizə təşəkkür edirəm Tahir müəllim və televiziya tamaşaçılarının da nəzərinə çatdırmaq istərdim ki, bugünkü efirimizin qonağı Milli Məclisin deputatı, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir müəllim Rzayev idi. Sonda isə Tahir müəllim bu fikri söyləmək istərdim. Zəfərimiz mübarək olsun. Mübarək olsun. Mübarək olsun. Hörmətli televiziya tamaşaçıları, Dünya Televiziyasının efirində DTV Aktualı izlədiniz. Bugünə bu qədər. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun.